Bismillahirrahmanirrahim. Bəqərə surəsi 21-22-ci ayələr. Ayələrin tərcüməsi. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız. O Allah ki, sizin üçün yer üzünü döşəmə, göyü isə başınızın üzərində tavan kimi yaratdı. Göydən su endirdi və onun vasitəsilə sizin üçün ruzi olsun deyə müxtəlif meyvələr yetişdirdi. Belə isə bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini bildiyiniz halda Allaha şərik qoşmayın. Ayələrin təfsiri. Bu cür Allaha ibadət edin. Əvvəlki ayələrdə Allah-u Teala 3 dəstə təqvalılar, kafirlər və münafiqlər haqqında məlumat vermiş, təqvalıların Allahın mərhəmətinə qovuşduğunu, Quranın onlar üçün bələdçi olduğunu, kafirlərin isə ürəklərinə cəhalət və nadanlıq möhrünü vurduğunu, pis əməllərinə görə gözlərinə pərdə çəkdiyini və haqq ilə nahaqqı ayırt edə bilmək bacarığını onlardan aldığını bildirmişdi. Münafiqlərə gəlincə, onların da öz yaramaz əməllərinə görə ürəkləri xəstə insanlar olduğu bildirilmişdi. İndi haqqında danışacağımız ayələrdə isə birinci dəstəyə aparıb çıxaran səadət yolu açıqlanaraq deyilir. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız. Bu ayənin təfsiri ilə bağlı aşağıdakıları diqqət yetirmək lazımdır. Quranda təxminən 20 dəfə işlədilmiş və bu ayədə də işlədilən Əyyuhən-nəsu, ey insanlar xitabı ümumi olaraq onu göstərir ki, Quran yalnız müəyyən bir qəbilə, tayfa və ya irqə məxsus deyil, bütün bəşəriyyət üçün göndərilmişdi. Bu ayə bütün insanları Allaha ibadət etməyə, hər cür şirkdən uzaq olmağa səsləyir. İnsanlarda Allaha ibadət etmək hissini oyatmaq üçün ən böyük nemət olan yaradılışa toxunulur. Bu nemət Allahın qüdrət, həm elm, həm də ümumi və xüsusi rəhmət nişanəsidir. Yaradılış aləminin ən şahəsəri sayılan insanın yaradılışında Allah Taala'nın elm və qüdrət nişanələri açıq-aşkar gözə dəyir. Allaha ibadət etməyən insanlar adətən özünün və özündən əvvəlkilərin yaradılışı barədə düşünmədiklərinə görə ona ibadət etmirlər. Onlar anlamırlar ki, bu cür yaradılışa malik varlığı təbiətin şuursuz amillərinə aid etmək olmaz. İnsanın varlığındakı saysız hesabsız nemətləri, elm və qüdrət mənbəyi olan Allahdan başqasına aid etmək qeyri-mümkündür. Buna görə də bu nemətləri xatırlamaq həm Allahı tanımaya bir sübutdur, həm də insanı Allaha ibadət etməyə sövq edən bir amildir. Allaha ibadət etmək təqvaya gətirib çıxarır. Deməli, Allaha ibadət etməməyimizin onun heç nəyini əksiltmədiyi kimi, ibadətlərimizin də onun heç nəyini artırmır. Şübhəsiz ibadət insanın təqvalı olması ilə nəticələnir. Təqva isə insanın şəxsiyyətinin dəyərləndirilməsi üçün ən başlıca amil olub, onda məsuliyyət hissi yaradır. Ayədəki sizdən əvvəlkiləri ifadəsi bəlkə də ona işarə edilir ki, əgər siz insanlar bütlərə sitayiş etməkdə öz ata-babalarınızın yolunu tutub gedirsinizsə, bilməlisiniz ki, Allah-u Teala həm sizin, həm də sizdən əvvəlkilərin yaradanıdır. Sizlərin də ata-babalarınızın da həqiqi sahibi məhz odur. Buna görə də istər siz bütlərə ibadət edin, istərsə də onlar. Bu azğınlıqdan başqa bir şey deyil. Allah Taala'nın sizin həqiqi sahibinizin olduğunu həqiqətini dəyişdirmir. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.